Bəzən dünyada elə hadisələr baş verir ki, fikirləşsən ki, Allahı tanımayana lənət, tanına lənət. Bu ətrafımızda baş verən son hadisələr, İran, Amerika, İsrail müharibəsi. Deməli, dünyanın ən hegemon dövləti. Siyasi cəhətdən, hərbi, texnoloji cəhətdən ən qüdrətli dövlət olan Amerika Birləşmiş Ştatları və İsrail demək olar ki, hərbi gücü hamıya bəllidir. 6 günlük Ərəb-İsrail müharibəsində o öz gücünü göstərmişdi. Baxmayaraq ona, bugün hər iki ölkə İrana qarşı birləşdirər. Və gecə ilə demək olar ki, İranın hərbi strukturu darmadağın edilir. İranın hərbi rəhbərliyi, siyasi hərbi rəhbəri demək olar ki, hamısı qətlə yetirildi. Eyni zamanda dini lider belə. Ölkə sanki bir başsız vəziyyətə qaldı. İranda bir prezident qalıb, onda bütün səlahiyyətləri əlindən alınmış, güc strukturları tamamilə məhv olunmuş, hətta polis bölmələri belə dağılmış bir ölkədə bir bezişkiyan deyilən fağır bir, dediyim kimi, prezident var, onun da bütün səlahiyyətlərini əlindən alınıb. Amma bugün onun sağ qalmağı da Azərbaycan prezidentinin dünyada siyasi çəkisi və siyasi avtoritetinin olmağıdır. Mənə elə gəlir bəzən də. Kimisə başqa fikri varsa o başqa. Ancaq bugün hadisələr necə baş verir? Bu texnoloji cəhətdən dünyanın ən qüdrətli ölkələri İran üzərinə hücuma keçib və dediyim kimi İran darmadağın olunur. Amma nəticədə nə olur? İran demək olar ki, siyasi rəhbəri, hərbi rəhbəri olmadığı halda İran əlində qalan geri texnologiyanın, dünyanın ən geridə qalmış texnologiyanla silahlanmış İran dırnaqarası bugün dünyaya bir nömrəli güc olduğunu göstərir. Gör, Allahın qüdrətinə bax. Necə təşkil olunur, necə eləyir. İranın atdığı bütün raketlər sanki hədəfə dəqiq və dağıdıcı olur. İsrailinkindən də üstəliyir və Amerikanın da silahlarını üstəliyir. Hərdən fikirləşsən, bu necə ola bilər? Heç bir texnologiyası düzgün olmayan bir İran bugün dünyaya Amerika kimi bir ölkənin qarşısına çıxıb, İsraili darmadağın eləyir və belə məlum olur ki, İsrail əgər təkbətək İranla döyüş meydanında qalsa, indi deməli ki, siyasi səhnədən silinmişdir. Bax, bu, hərdən fikirləşsən, bu necə baş verir, bu necə ola bilər? Siyasi rəhbərlik yox, hərbi rəhbərlik yox, texnologiyası, ağır texnologiyası da yox və deməli ki, hərbi rəhbərlik də yox, idarəçilik də yox. Amma atdığı silahlar sanki bir qüvvət tərəfindən aparıb dəqiq hədəfə çatdırılır. Bu necə ola bilər? Belə yerdə deyirlər ki, Allaha danana lənət.